Yaxşı, salam uşaqlar. Bugün yenə dərs sahını atıram. Dərs sahına qulaq asandan sonra kitabdan bir dəfə oxuyaraq testləri yazırsınız. Deməli, tabes mürəkkəb cümlələrə keçmədən əvvəl mürəkkəb cümlənin nə olduğunu anlamaq lazımdır. Mürəkkəb cümləni haqqında biz əslində danışmışıq sizlə, amma təkrar bildiklərimizi yadımıza salmaq üçün üzərindən bir dəfə də keçək. Mürəkkəb cümlə demişdik ki, nədir? 2 qrammatik, 2 qrammatik əsaslı cümlədir. Qrammatik əsas dedikdə nə nəzərdə tutulurdu? Mübtəda, xəbər. Bir qrammatik əsas, bir mübtəda, bir xəbərdirsə, 2 qrammatik əsas, 2 mübtəda, 2 xəbər vəzifəsində çıxış eləyəcək. Yəni, 2 mübtəda və 2 xəbəri olan cümləyə mürəkkəb cümlə deyilir. Bəzən ola bilir ki, tabeli mürəkkəb cümlələrdə 2 dənə xəbər olur, amma bir mübtəda olur. Amma biz onu da hardan tanıyacaq? Tabelilik bağlayıcılarının işlənməsindən tanıyacaq. Amma əsas prinsipimiz, əsas qaydamız belədir ki, mürəkkəb cümlədə 2 dənə qrammatik əsas olmalıdır. Qrammatik əsas nədir? Mübtəda və xəbər. Biz bunu da danışmışdıq ki, əgər cümlədə tutalım 3 mübtəda, bir xəbər varsa, bu hansı cümlə növü olur? Sadə cümlə olur. Bəs tərsinə olsa, bir mübtəda 3 dənə iş görsə və yaxud 4 dənə iş görsə, 5 dənə iş görsə, 5 xəbəri eləsə, yenə cümlə necə cümlədir? Sadə cümlədir. Bizim deməli, bir mürəkkəb cümlə yaratmaq üçün ən minimal tələbimiz 2 qrammatik əsasdır. 2 qrammatik əsas nə deməkdir? 2 mübtəda, 2 xəbərdir. Bunlardan hər hansısa biri 2-dən az olduğu halda mürəkkəb cümlə yaranmır. Gəl baxaq nümunələrə. Nümunə desək, məsəl üçün, qırmızı ilə yazaq. Külək əsir, yarpaqlar yerə tökülür. Gəl bunu müəyyənləşdirək görək, sadədir, yoxsa mürəkkəbdir. Onun eyni zamanda bunun yanında ikinci cümləni yazaq. Külək əsir, yarpaqları yerə tökür. Yarpaqları yerə tökür. Gəl indi baxaq. Bax, əsir nə? Külək. Bunun nə idi? Mübtədası. Bu nədir? Xəbər. Tökülür. Hara? Yerə. Nə? Yarpaqlar. Düzdürmü? Deməli, burada külək mübtədası var. Əsir xəbəri var. Mübtəda, xəbər. Yarpaqlar mübtədası var. Tökülür xəbəri var. 2 mübtəda, 2 xəbərim var. Düzdür? Deməli, bu halda sənin cümlən necə cümlədir? Bu necə cümlədir? Mürəkkəb. Düzdür? İndi buna bax. Əsir. Nə əsir? Külək. Bu birinci xəbərin, bax bu xəbərdir. Nə əsir? Külək. Bu da sənin mübtədandır. Düzdür? İndi gəl baxaq. Yarpaqları yerə tökür. Yarpaqları yerə tökən nədir? Yenə küləkdir. Tökür xəbərdir. Onun nə sualına yenə külək cavab verir. Belə çıxır ki, əsir hərəkətindən tökür hərəkətini, yəni 2 dənə feili xəbərimizi hansı mübtəda idarə edir? Külək mübtədası idarə edir. Deməli, bir mübtəda, 2 xəbər olan cümləyə sən necə cümlə deyəsən? Deyəsən, cümlə sadədir. Aydındır? İndi gəl digər nümunələrə baxaq. Bəzən ola bilər ki, cümlədə mübtədaları buraxsın. Biz yenicə keçmişik də müəyyən şəxsi cümlələri. Bilirik ki, müəyyən şəxsi cümlələrdə mübtədalar buraxıla bilər. Biz onları bərpa edə biliriksə, o demək deyil cümlədə mübtəda yoxdur. Gəl nümunəyə baxaq. Deyirəm ki, məsəl üçün, dünən eşitdiyimizi
yazırdıq. Siz isə heç qulaq asmırdınız. Heç qulaq asmırdınız. Bir cümlə yazaq. Baxaq. Təhlil eləyək. Yazırdıq. Kim? Kim yazırdıq? Şəxs şəkilçisinə baxıb bərpa eləyəcəyimiz mübtəda biz mübtədasıdır. Cümlədə yoxdur, bərpa elə. Siz isə heç qulaq asmırdınız. Asmırdınız kim? Siz. Bəzən bir cümlədə mübtədanın buraxılmağı uşaqlar tərəfindən yanlış qəbul edilir. Deyir, mübtəda yoxdursa, biz onu yalnızca siz mübtədasını götürürlər, bir mübtəda götürürlər. Deyirlər ki, bir mübtəda iki xəbərdir, sadə cümlədir. Amma mübtədalar buraxanda onları bərpa edə biliriksə, bərpa etmək lazımdır. Deməli, bu cümlə nədir? Sadə cümlədir. Sonra, mürəkkəb cümlənin tərəfləri sadə cümlənin müxtəlif məna növlərində işlənə bilər. Gəl indi mürəkkəb cümlələr yazaq və tərəflərinin sadə cümlənin hansı növündə olmasına diqqət eləyək. Sadə cümlənin növlərini yenicə keçmişik. Məsəl üçün deyirəm ki, deyirlər ki, bu qış tutalım. Yeni qərar veriləcək. Biraz balaca yazardım. Yeni qərar veriləcək. Gəl baxaq. Deyirlər hansı sadə cümlənin növüdür? Deyirlər ki, qeyri-müəyyən şəxsli. Düzdür? Bu da qeyri-müəyyən şəxslidir. Onlarla bərpa olunur, amma bərpa etmək olmaz. Sonra, bu qış yeni qərar veriləcək. Veriləcək nə? Qərar. Düzdür? Qərar veriləcək. Bu nədir? Mübtəda var, xəbər var. Nədir? Müəyyən şəxsli cümlədir. Sonra, başqa. Deyirik ki, şagirdləri, yaşılına yazaq, şagirdləri iclasa çağırdılar. Bir dənə də tabesi yazaq. Bu arada tabeli mürəkkəb cümlədir. Hardan tanıyırıq? İki bağlayıcısından. İndi bir dənə də tabesi yazaq. Şagirdləri iclasa çağırdılar. Artıq gec idi. İndi gəl baxaq. İclasa çağırdılar. Sənin xəbərindir. Mübtəda yoxdur, onlarla bərpa olunur. Deməli, bu da qeyri-müəyyən şəxslidir. İkinci tərəfə fikir verək. Artıq gec idi. Gec idi nədir? Şəxsizdir. Bir dənə də nümunə yazaq, kifayətdir. Deyirəm ki, bu barədə danışılmırdı. Barədə danışılmırdı. Hər kəs sakitcə kürsüyə baxırdı. Bir cümlə yazaq. Deyirəm ki, danışılmırdı xəbərdir. Danışılmırdı xəbəri hansı cümlənin? Şəxsi cümlənin xəbəridir. Düzdürmü? Bu cümlə şəxsizdir. Danışılmırdı. Hər kəs sakitcə kürsüyə baxırdı. Baxırdı kim? Hər kəs. Bu isə müəyyən şəxsli cümlədir. Deməli, ümumilikdə bu cümlə mürəkkəb olsa da tərəfləri iki dənə sadə cümlənin birləşməsindən yaranır. Bir dənə şəxsi cümlənin, bir dənə də isə müəyyən şəxsli cümlənin birləşməsindən yaranır. Uzun sözün qısası. Mürəkkəb cümləmiz nədir? İki qrammatik əsaslı cümlə. Qrammatik əsas nədir? Mübtəda, xəbər.
2 qrammatik əsas deyirsə, deməli səndən 2 mübtəda, 2 xəbər istəyəcək, düzdürmü? Əgər bizim cümləmizdə 3 mübtəda, 1 xəbər olsa və yaxud 2 mübtəda, 1 xəbər olsa, fərqi yoxdur. Yəni qrammatik əsaslardan biri az, bir dənə, biri isə daha çox olanda cümlə yenə necə cümlədir? Sadə cümlədir. Eyni şey bu xəbərin çox olub mübtədanın az olması üçün də keçərlidir. Deməli, baxırıq ki, bəzən üzrü sayın. Baxırıq ki, bəzən bir mübtəda iki hərəkəti gördüyü zaman biz ona sadə cümlə deyirik. Külək əsir, yarpaqlar yerə tökülür. Hərəsinin öz mübtəda xəbəri olduğu üçün mürəkkəb cümlədir. Külək əsir, yarpaqları yerə tökür. Hər bir hərəkəti külək mübtədası elədiyinə görə cümlə sadə cümlədir. Daha sonra mürəkkəb cümlənin tərəfləri müxtəlif məna növlü sadə cümlələrdən ibarət ola bilər. Sadə cümlələrdə biz nə qədər yaxşı öyrənmişiksə, bunda o qədər yaxşı tanıyacağıq. Biz dünən eşitdiyimizi yazırdıq, siz isə heç qulaq asmırdınız. Bunu məsəl üçün təhlil eləyəsi olsaq, hər ikisi müəyyən şəxsli cümlədən əmələ gələn, hər iki tərəf müəyyən şəxsli cümlədən əmələ gələn mürəkkəb cümlədir. Bu da müəyyən şəxslidir, bu da müəyyən şəxslidir. Daha sonra deyirlər ki, bu qış yeni qərar veriləcək. Deyirlər ki, qeyri-müəyyən şəxsli cümlədir. Bu qış yeni qərar veriləcək, müəyyən şəxsli cümlədir. Cümlənin özü isə bir dənə mürəkkəb cümlədir, tabel mürəkkəb cümlədir. Yəni, mürəkkəb cümlənin tərəfləri müxtəlif sadə cümlələrdən ibarətdir. Bunlar da biz sadə cümlə növlərində keçmişik.